700 qram un. Unumuzun ortasından oyu qaçırıq. 1 çay qaşığı duz, 2 çay qaşığı şəkər, 10 qram maya, 1 stəkan bitki yağı, 1 stəkan yarım ilıq su. Az-az əlavə edirik. Xəmirimizi yoğurmağa başlayırıq. Ərzaqların dəqiq miqdarını postun altında qeyd edəcəm. Yumuşaq ələ yapışmayan xəmir olur. Xəmirimizi 1 saat dinləndiririk. Dinləndikdən sonra əlimizlə biraz öfkələyirik ki, maya iyi gəlməsin. Xəmirimizi kündələrə ayırırıq. On 15 dəqiqə dinləndiririk. Stəkan yarım bəhməz, 1 stəkan su qarışdırırıq. 1 xörək qaşığı un. Unumuzu həll edirik. Kündələrimizi bir-bir götürüb forma verməyə başlayırıq. İkisini bir-birinə birləşdiririk. Videoda göstərdiyim kimi forma veririk. Bütün kündələri eyni qayda ilə edirik. Hazırladığımız bəhməzli suya batırırıq. Qovrulmuş 2 stəkan küncüt. ...190 dərəcə sobada 15-20 dəqiqə bişiririk. Dadlı reseptlər üçün izləmədə qalın. Hazırlayacaq olanlara əvvəlcədən nuş olsun. İzlədiyiniz üçün təşəkkürlər.